Adının mənası belə iki buynuza sahib olan deməkdir. Biz Şumer möhürlərində görürük ki, iki buynuza sahib olanlar Anunnakilərdir. Onların insanüstü gücləri var. Həmin dövrlərdə onlar tanrılar olaraq adlandırılırdılar. Zülqərneynin də zamanda səyahət kimi bir bacarığı var və Allahın ona verdiyi bir qüdrət var. Həmin qüdrət vasitəsilə o zamanda səyahət edir. Onun ilk səyahətinə biz baxırıq, günəşin batdığı yerə gedir. Qara palçıqlı, gözə bənzər bir yerdə batan görür. Burada istifadə edilən Aynin Həmiyyə, gözə bənzər, qara palçıqlı bir yer mənasındadır. 2016-cı ildə Event Horizon teleskopu vasitəsilə ilk dəfə qara dəliyin şəkli çəkilmişdir. Bu qara dəlik Sagittarius A'dır. Araşdırdıqda görürük ki, günəş sistemimiz 5-7 dərəcəlik əyimlə həmin qara dəliyə doğru hərəkət edir. Növbət səyahəti isə günəşin doğduğu yerədir. Oradakı qövm üçün günəşdən bir örtük hazırlanmamışdır. Bu isə ozon qatının formalaşdığı zamandır. Növbəti səyahəti isə ikisinin arasındadır. Yəni keçmişlə gələcəyin arasına səyahət edir. İki planetin yan-yana gəldiyi zamanda olur. Bəs bu iki planet hansıdır? Bu və daha artıq araşdırmalar üçün kanala abunə olub videonu bəyənməyi unutmayın.